mandalinin ayrıca kütləsinə baxsaq. Deməli 77 qram mandalin özüdür. Sonra buradakı boş qabın kütləsinə baxsaq. Bu da 21 qramdır. Cismi mayeyə daxil edəndə onun sıxışdırıb çıxartdığı mayenin çəkisi cismə təsir edən Arximed qüvvəsinə bərabər olmalıdır. Üzdüyünə görə cismə təsir edən Arximed qüvvəsi mg'dir və o da sıxışdırıb çıxartdığı mayenin çəkisinə bərabərdir. Buradakına baxsaz, təqribən 94'dür. Cismin öz kütləsi ilə üstə gəl bu qabın kütləsini toplayanda təqribi bunu verir. Yoxladığımız cisimlərin üzmə şərtinə aiddir. Yəni cismi mayeyə daxil edəndə əgər üzürsə ona təsir edən Arximed qüvvəsi mg ilə tapılır. Sıxışdırıb çıxartdığı mayenin çəkisi, yəni bu qabdakı mayenin çəkisi bu cismə təsir edən Arximed qüvvəsinə bərabərdir. Bu cisim neçə qramdırsa, məsələn biz ölçmüşdük kütləsini, bu cismin kütləsi ilə buradakı mayenin kütləsi bir-birinə bərabərdir.